hesab edirəm ki, hansısa bir elmi, hansısa bir məqalə müəyyən miqdarda pul almaq üçün yazılırsa, maddi ehtiyacını ödəmək üçün yazılırsa, o iş orijinal ola bilməz. Hesab edirəm ki, insan özünü işləyib təmin eləməlidir və azad vaxtlarında əgər onun qabiliyyəti varsa, nəsə yaratmalıdır. Yəni, yaradıcılıq işi mənəvi tələbat olmalıdır. O maddi tələbatın ödəlməsi forması olmalıdır. Yaradıcılıq işi içəridən gəlməlidir, mənəviyyətdən gəlməlidir. 26 iyun tarixində təqaüddə olan Baş Ədliyyə Müşaviri Ələmdar Məmmədovun Azərbaycanın dövlət xadimi, Azərbaycan Siyasi Prokuroru və ölkəmizin müstəqillik dövrünün ilk ədliyyə naziri vəzifəsində çalışmış hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas Abbasoğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edən "Mən bu zamana sığmazam" adlı sənədli publisistik kitabının təqdimat mərasimi keçirildi. Mərasimə başlamazdan əvvəl tədbir iştirakçıları İlyas İsmayılovun və Azərbaycan torpaqlarının bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov açdı. Hamınız xoş gəlirsiniz, xoş gördüm. Bizim Tovuz rayon Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası adından, idarə heyətinin üzvləri adından hər birinizə təşəkkür edirəm. Məclisimizə aparmaq üçün, təqdimata aparmaq üçün bizim gözəl yazarımız Nurəddin Ədiloğlu'ya söz verək və reglamentdə yazılıb hazırdır, orada sizdə xahiş edirəm məlumat verəsiniz və kitabın təqdimatının müzakirəsinə başlayaq. Tədbirin aparıcısı, yazıcı jurnalist Nurəddin Ədiloğlu, Adiloğlu nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab haqqında ümumi məlumat verdi. Ötən ay 28 mayda biz böyük bir kollektivlə İlyas müəllimin məzarını gedib Nardaran məzarı samlığında ziyarət elədik. Bu gün də onun xatirəsinə, ona həyat və yaradıcılığına həsr olunmuş Ələmdar Məmmədovun kitabının təqdimat mərasimidir. Kitabı çoxumuz oxumuşuq. Mənim kitab haqqında yazım da çıxıb. Yəni, Allah tərəfindən seçilmiş məndə və yaxud universal zəka sahibi belə bir yazım çıxdı. Demək olar ki, internetin hardasa 6-7 saytı verib. Kitabda mənim diqqətimi ilk cəlb edən oldu ki, Ələmdar müəllim sənədli, publisistik belə deyək, əsər yaradıb. Amma mən burada deyərəm ki, ilk fəsilin birində mənim diqqətimi cəlb edir. Burada bədii publisistikanın da gücü var. Xüsusən bu İlyas müəllimin dünyaya gəlişini, təbiəti verir, Novruz bayramının gəlişini verir və elə bir Novruz İsmayılovlar ailəsinə bir müjdə getirir. Və Abbas kişinin o övladına İlyas adını verməsi də bir ilahi qüvvə ilə əlaqələndirir və gələcəkdə bu adamın kimsəsizlərin hamısı olacaq, gözəl həyat sahibi olacaq, sənət sahibi olacaq. Yəni, uşaq talihindən, hələ körpəykən talihi bunu sınağa çəkir, 6 aylıq körpə olarkən atasını gedir. Əməkdar elm xadimi, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Tovuz Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri, professor Qəzənfər Paşayev, İlyas İsmayılovla bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşəndən sonra kitab haqqında dəyərli fikirlər söylədi. Və bu kitabı mən oxuduqca gözümün qabağına Alman filosofu Hegel'in sözləri və İlyas İsmailov gəlir. Hegel deyir ki, mən istərdim ki, dünyanın gedişatını, dünyanı idarə etməyi Almanlara verərlər. Onlar düzgün adamlardır, həqiqət tərəflərdir. Lakin mən Alman olduğuna görə bunu deyə bilmirəm, məni qınayarlar. Mən deyirəm, ey cəmaat, dünyanı idarə etmək üçün Türklərə verin. Onlar həddən artıq ədalətli və insaflıdır. Bax, İlyas İsmayılovu gözümün qabağına gətirməkdən ədalətli və insaflı olmalı.
bir söz də əlavə edərək obyekt olmağa. İlyas mənim uyğun bir şəxsiyyətim. Suxorovun bir sözü var burada, verib siz ona ayrıca ki, deyir, İlyas İsmailov deyəndə gözümün qabağına Azərbaycan gəlir. Mən bundan istifadə edərək demək istəyirəm. Dağlar zirvələri ilə xalqlar şəxsiyyətlərlə tanınır. Bax, o böyük şəxsiyyət Suxorov. İşleri prokuroru. O səbiyyəli adam deyir, mən İlyas İsmailov bakım. Şimdi gözümün qabağına Azərbaycan gəlir. Və bunu da tərsinə biz desək, Azərbaycan deyəndə gözümün qabağına İlyas İsmailov gəlir. Yəni, xalqı tanıdan həmişə bu şəxsiyyət. Hər sahədə görkəmli şəxsiyyətlərdir. Hər sahədə. İndi Heydər Əliyev müqayisəsi dünya miqyaslı bir siyasətli bir başqa. Qalan öz sahəsində, o sahədə çalışır. Belə çalışanlar arasında mən həmişə İlyas İsmailov'u şey görmüşüm. Onun təvəzzökarlığı, sadəliyi. Bilirsiniz, Aristotel'in yaxşı bir sözü var. Deyir ki, en büyük adam kimdir? Deyir, özünü alçaq tutan adam. En kiçik adam kimdir? Özünü böyütən adamlar. Bilesmenin hiç yok, özünü böyütən. Həmişə çok sade, çok mülayim. Ancak onu da yazıp ki, geri geldiğinde çok sert olurdu. Hepten artık sert olurdu. Ve onu da yazır ki, o bakımda sert olurdu ki, adam öldürürsen, zorluyursan üzür istəyirəm. Bunu siz yazırsınız, mən də deyirəm. Sonra narkotiklə məşğul, bizneslə məşğul olan, bunları örtüp bastır edən adamlara qarşı çox sərt olur. Bunu yazıb, bu işdə var. Ancaq xalqa böyük xidmət olur. Demək, SSR'dən gəliblər çox böyük nümayəndə, 192 nəfər, düzəltmişlər. Gəliblər, Azərbaycanı yoxlayırlar, hər tərəfli rayonlara girmək. Özbekistan'ı bilirsiniz. Onlar gedib pambıq məsələsinə görə Özbekistan'ı dağmışdılar. Və qardaşı orada bir sözlə deyir. Deyir ki, Özbekistan'da kim pambıqla baş kesəcək. Yəni pambıq məsələsilə bir şəhər görəcək. İlyas müəllim onlara qarşı iş qaldırır. Yazırsa Piriyev adlı bir yoldaş məlumatı verir ona. İlyas müəllimlərində fakt olur ki, Heydər Əliyevə qarşı yalandan, zorla cəmaatı incidərək, həddən artıq çıxara, onlar məlumat alırlar. Bu məlumatı İlyas müəllim tələb edir işin gedişatını, görür ki, bunlar başqa iş qururlar, onlara qarşı iş qaldırır. Bu, SSR tarixində görülməmiş bir şeydi yazırsınız. Və o cəsarəti yalnız İlyas İsmailov eləyə bilərdi. Ayrı heç kim. Onda eğlenmişti. Böyük bir şəxsiyyət. Respublikanın əməkdar müəllimi Professor Yusif Əhmədov, Azərbaycanın tanınmış hüquqşünasları Aslan İsmailov, Adil Minbaşıyev, hüquq elmləri doktoru, əməkdar müəllim, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Professor İbrahim Quliyev, şair Musa Ələkbərli, tibb elmləri üzrə fəlsəfə doktorları Mayıl Məhərrəmov və Yaşar Hüseynov, Ədalət Partiyasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Dasent Mütəllim Rəhimli, kitabın müəllifi Ələmdar Məmmədov və başqaları kitabın məzmunu, İlyas İsmailovun həyatı, şəxsi keyfiyyətləri haqqında ətraflı söhbət açdılar. Birinci, mən sizə təşəkkür edirəm. Kitabla bağlı. İlyas müəllim haqqında şəxsi fikirlər o qədər söyləmək olar ki, onun yəni tükənməz bilməli. Bizə bilirəm ki, mən İlyas müəllim təqdim hüquqşünas kimi hüquqşünas deyil. İlyas müəllim ümumiyyətlə çox mütaliəli idi. Həm fəlsəfəni dərindən bilirdi, həm bayaqlarım səhv edilsə Qəzənfər müəllim deyir ki, İlyas müəllim deyir, bir yemək lazım. İlyas müəllim İbn Sinanı başdan əvvəl oxumuşdu və onun o tibbi tərəfini də çox gözəl bilirdi və o danışıqlarını həmişə olur. Fəlsəfədən dərsdəyilmiş, mən onu... Yəni, amma mən elə bir şeylər var ki, insan həddən artıq savadlı ola bilər, ağıllı ola bilər, mütaliəli ola bilər. Amma İlyas müəllim kimi olmaq
O qeyri. Mən 4 prokurorla işləmişəm. Yəni, gəlmişəm birinci İlyas müəllimin dövründən, sonra rəhmətli İsmail Qaybov, Murat Babayev, İxtiyar Şeyh. Yeganə adam oldu ki, İlyas müəllim mənimlə heç vaxt onunla mübahisə olmuşdur. Və ondan sonra da ömrümün axırına qədər də mənə qarşı bəzən biz artıq xeyirxahlar çoxdur, geri söz deyəndə, mənə ağır söz deyəndə mən heç vaxt onun yeganə adam ki, qarşısında söz qarşılamışım. Heç vaxt. Ona görə ki, mən o 4 il prokurorluqda işlədiyim dövrü İlyas müəllimin kim olduğunu görmüşüm. Onun üçün mən bir neçə faktı, yəni İlyas müəllimdən eşitdiyim, bildiyimi sizə söyləyəcəm, hansılar ki, məsələn, bu mətbuatda demədiklərim. İlyas müəllimin dərin zəkası ilə bağlı. Bir də həqiqi mənada İlyas müəllimə tək baş prokuror, ədliyyə naziri kimi görmək İlyas müəllimin çox kiçikdir. İlyas müəllim həqiqi mənada dövlət adamı. Bütün varlığı ilə İlyas müəllim bu dövlətə, xalqa bağlanmalı. Özüm söyləyibdi mənə 1988-ci ildə Jenevada Sumqayıt hadisələri olan dövrü İlyas müəllim Jenevada olmuşdur. Orada Jenevada insan haqları ilə bağlı böyük bir tədbir keçirilir. O tədbirdə də Kudryavtsev SSR-dən qrupu rəhbəri olur. Azər mənim çox yaxşı bilirəm. İnstitut Prava и Государства, Akademik Kudryavtsevdə az qala Stalin'dən tutmuş Qarbaçova qədər bütün SSR rəhbərinin hesablaşdığı bir kişi oldu, akademik. Bunlar bir oteldə qalırlar. Sonra oteldən gəlirlər konferans zalına. Yolda qar yağır. Qar yağanda İlyas müəllim deyir, mən papaqsı, kepkası vardı, hər şey verdi ki, İlyas. İlyas müəllim də deyir ki, mən de bunun akademikin kim olduğunu bilirəm. Açıldı bez qalanlı olub, bura deyim ki, mənim düşün yoxumda da şapka. Sumkasını bir açdı, orada o general papaqını olduğu bir yerdə olan. İndi de təsəvvür edirəm, mən buna yox deməmək üçün bu papaqanı saldım başıma, gəldi konferans zalı. Konferans zalında çıxış oldu, yəni mənim məruzasını İlyas müəllim eləyir. Ondan sonra bizi gətirdilər muzeylərə. Muzeyə çıxış edəndə muzeydə xalçanın qarşısında indi eləyir, təqdim eləyir. SSR deyək, nümayəndə heyətdə ki, bu dünyanın ən qədim xairməni Flankəs tərəfindən toxunulmuş xalçasıdır. Bunu deyir, tutarlı təqdim edir, İlyas müəllim deyir, ona bir neçə kəlmə mən deyir. Böyle maddi dili deyəsə eşidir. Ondan İlyas müəllim deyir ki, nə yaxşı ki, dünyada есть разделение труда, yəni əmək bölgüsü var. Əvvəl başlayıbdı maldarlıq, heyvandarlıq, Azərbaycan, sonra mən remesla, sənətkarlıq. Əgər bir orada olsaydı, hansısa biz dərgəli əlaməti, onu desələr ki, bu belə erməni tərəfindən ən qədimdir, bunu qəbul edərdik. Amma xalça harada toxuna bilər? Xalça yun olan yerdə toxuna bilər. Yun harada istifadə oluna bilər? Maldarlıq, heyvandarlıq olan yerdə. Maldarlıq, heyvandarlıq harada olubdur? Türkçülər, Azərbaycanlar olan yerdə. Axı, bunlar ermənilərin heç vaxt olmuşdur ki, erməni də ondan ilk xalça toxuyan olan. Tədbirdən deyir çıxdıq. Kudryavtsev deyir, mənə dedi ki, İlyas, ya tübi slышал, İlyas, mən sənin haqqında eşitmişdim ki, çox savadlı prokurorsan. Amma sənin belə dərin zəki olduğunu bilmirəm. İndi İlyas müəllimdəki zəkiyə baxın. Deyir, cənab akademik, axı mən oteldən bura qədər sizin papağanı başına taxmışım. Yəni, bu o İlyas var. Həm də zəka, hazır cavabı, hamısında olur. Demək, həqiqətən də tarihin qəribəlikləri var. Biz bu tədbir ərəfəsində, demək, biz Tovuz səfər oldu, Tovuz səfərimiz və bu kitabı Çingiz müəllim bizə Tovuz'a verdi, çox qəribədir. Və bu səfər zamanı mən bir nəfəri kəşf elədim. Yusuf Əhmədov, professordur, Respublikan əməkdar müəllimidir. Və bu kitab haqqında ilk məqaləyə, ilk rəy də bu Ağsaqqal professordan gəldi. O rəy hansı ki, o sizin asfalitikada aşağıda çıxıb. Yusuf Əhmədov bu kişidir, müəllim, professor bizim
səfər yoldaşımız. Buyurun. Sağ olun. Çok sağ olun söz verdiğinize göre. Ben əslində doğrusunu deyim ki, bu hüquqşünasları, bu qələm sahiblərinin yanında danışmağa biraz çətinlik çəkirəm. İkincisi də mən o rəhmətli İlyas müəllimin şəxsi tanışlığım oldu kənardan, amma bir Azərbaycan vətəndaşı kimi o prokurorların, sizin adlarını çəkdiyiniz prokurorların hamısının dövründə yaşamışam, işləmişəm. Bir vətəndaş kimi onların kimin kim olduğunu el gözü tərəzi deyirlər, onlardan eşitmişəm. Və bir də çıxışımın əsl nəyi də ondan, necə deyirlər, ondan qidalanır ki, sizin Ələndar müəllimin kitabından sonra Tovuz Xeyriyyə Cəmiyyətinin buraxdığı jurnallardan oxuduqlarından və mənə, qəlbimə toxunanlar hisslərdən bir ikisini deyəcəm. Birinci, onun uşaqlıq dövründə onu yoldaşlar dedilər ki, çox körpə yaşından atasını itiribdi və çətin həyat tərzi keçirdilər. Sonra gəlir orta məktəb, yadıma belə düşür ki, adətən belə adamlar deyir ki, orta məktəb əyalarla tutarıb, qızıl medalının heç belə ayrı metalla, dəmir metalla da tutarmayır, qaldırır özünü. Bu kişi özü təvəzzökarlığına fikir verir ki, deyir ki, mən 4-5 dənə tutarmışam, hələ 2 dənə də üçüm olur. Biri Rus dilindən, biri Alman dilindən. Və 2 dəfə də getmişəm hüquq fakültəsinə, girə bilməmişəm. 3-cü ildə mən o hüquq fakültəsinə daxil olmuşam. Bu, bunun təvəzzökarlığını göstərir. Bu, çox mənə toxundu bu məsələ. Sonra o, bunun intellektual səviyyəsi ki, bu Rus dilini bilməyən adam 3-cü kursda artıq Rus dilini mükəmməl bilirdi. Və sonunda indi tez biraz qabağa qaçıram, geriyə qayıtmaq üçün. Sonralardan o hər iki dildə, Rus dilində və Azərbaycan dilində həm hüquq fakültəsində hüquqdan dərs deyirdi. Bir də o vaxtki xalq təsərrüfatının üstündə fəlsəfədən dərs deyirdi. Bu adam həm də görkəmli filosofur. Elmlər doktorluğuna gəldi, çatdı. Özdə aspirantura dövrünü adətən biz 3 ilə güclə tamamlayırıq və çoxumuz da ona tamamlaya bilmirik. Qəzənfər müəllim onu yaxşı bilər, keçirir 4-cü ilə, 5-ci ilə. 3 illik aspirantura dövrünü 2 il 6 aya tamamladı və müdafiə elədi. Hüquq elmləri namizədi, o belə deyirdilər. Aldı. Sonra kesin ailəsindən gözəl ailə başçısı olubdur. Yenə bu kitabı ərsəyə çatdığına görə, yazdığına görə Ələndar müəllimə öz minnətdarlığımı bildirirəm. Eləcə də bu məclisləri təşkil elədiyinə görə Çingiz müəllimin şəxsində Tovuz Xeyriyyə Cəmiyyətinə minnətdarlığımı bildirirəm. Allah rəhmət eləsin. İlyas müəllimə ruhu şad olsun. Yusuf müəllimdə bir çoxlarımızda, həqiqətən də bu kitabı oxuyanda ilk dəfə məsələn üçün məlumatlar verir. O kitabın bir kədərli yeri, o etibat dərdi hissəsidir, 1-ci fəsildə səhv etmirəmsə. Orada mən ilk dəfə bildim ki, Ərdoğanın həyat yoldaşı, səhv etmirəmsə Əminətdir onadır, Əmin Ərdoğan, İlyas müəllimin həm həyat yoldaşına, həm gəlinə başsağlığı verir. Və mən maraqlı gəldi ki, bu qadın birdən-birə niyə, nəyə görə? Sən demə 15 iyul çevrilişində Etimadı öz həyat yoldaşını götürür, Sevil xanımı və Ərdoğanın müdafiəsinə qalxırlar. Bunlar əvvəl telestudiya gedirlər, sonra da hava alanı deyirlər də, onlar hava limanına gedirlər, orada onu qarşılamaq. Və Ərdoğan da onu dəyərləndirir, Sevil xanımı özü ilə Fransaya gedəndə nümayəndə heyətinə salır. Demək, bu adamın vətənpərvərliyi və Azərbaycan, orada belə bir cümlə də var. Kimsə, səhv etmirəmsə, onu Türkiyədə tanır. Deyir, o Azərbaycan və Türkiyə üçün canım fəda verməyə hazır olan idi. Mən Musa müəllim Ələkbərli, bizim şair dostumuz, ustad sənətkarımız, ustad əzəm deyirəm ona. Geçən ay İlyas müəllimin məzarının üstündə bir şeir oxudu. O şeir kitaba da deyəsən daxil edilib. Mən o jurnalda da oxumuşam. Söz sizindir. Ben hamınızı salamlayıram. Bəri başdan Ələndar müəllimə böyük işinə görə, İlyas müəllimin adına layiq bir abidə yaratdığına görə öz təşəkkürümü bildirirəm. Və
özümü çox xoşbəxt sayıram ki, bu kitabda mənim İlyas müəllimə həsr elədiyim şeirdə yer alır. İlyas müəllimi mən bir dəfə görmüşəm, cəmi bir dəfə, lap yaxından müşahidə eləmişdim. 91-ci il gərək Xəlil Rza Ulutürk onda böyük bir dəstə yaratmışdı ətrafında. Buradakı Azərbaycanda olan erməniləri qovurdu və söz həqiqi mənasında qovurdu ki, gedin xalavanıza. Belə bir vaxtda o dəstədə mən də vardım, lap yaxınında Xəlil Rzanın. Dedi ki, igidlər bu dəfə Azərbaycan prokuraturasını mühasirəyə alırıq. Orada qadınlar da vardı, belə döyüşən qadınlar zaten səs-küy prokuraturanı mühasirəyə aldı. Bir xeyli müddətdən sonra, çox keçmədi, 5-6 dəqiqədən sonra İlyas müəllim kəstumda gülümsər bir sifətlə gəldi çıxdı. Ben de orada olmuşum. Dedi ki, siz de olmuşsunuz orada ya. Eğer dedi ki, Təlim Bəy, sizin gördüğünüz işler biz de almış değiliz. Ancak bizim de öz işimiz var. Siz bu cemaati yoldan eləmeyin. Bu cemaat kessin. Sizi mən qəbul edərəm. Sizin görərsiniz ki, bizim məqsədimiz eynidir. Və burada o ermənilərin çoxu yoxdur. Sizin adlar, Xəlil adlar çəkmişdi. Erməni familiyaları deyildi ki, onların çoxu indi işləmir. Və elə sakit, elə rahat Xəlil da odda olmadım idi. Elə sakitləşdi, elə dedi, yaşlı, cəmaata dedi, çıxın gedin və elə həll elədi İlyas müəllim. Allah ona rəhmət eləsin. Mən o şeiri oxumaq istəyirəm. Tanrı sevgisiyle doğulan adam, ömrün her anında hakka güvendin. Sözün şah, kametin düz oldu müdam. Halkın isteğiydi, arkan, güvencin. Kızın dan yeri tek söküldüyse sen, örtülü künç buzak, pürüşü oldu. Ali vazifeye seçildikçe sen, ali insanlığa yaraşım oldun. Ürəklerde kurdun öz heykelini, kestin sınavından ağır anların, bize uzadanda hain elini kestin karşısını, gıdıryanların, sadık yolcusuydun Tanrı'nın, dinin. Gördün adaleti öz canında sen, seçilen oğluydun hukuk ilminin, köhne SSR meşanında sen. Dağ çektin karaya, ay diyenlere, bazen hak naziler ancak üzülmez. Sen sine geldikçe böhtana, şere, yoluna ders çıktı ağır, dözülmez. Uca milletlere varıp gelmiştin, uzun yolların düşüp alma, her tehtarları yarıp gelmiştin. Ancak dözemedin evlat dağına. Özün kölge saldın, kölge görmedin. Kanuna şah deyip kul oldun ona. Atsanın her zaman leşe görmedi. Ömrü ləyaqətlə getirdin sona. Nazir, baş prokuror, partiya başkanı, deputat, sirehin, düzlük, ədalət. Tarixə çevrildi şöhrətin şanı. Rəhmət, böyük insan, sənə min rəhmət. Allah İlyas müəllimə rəhmət eləsin. Burada məclisimizdə Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü professor Gülverməli, doktor İbrahim Gülverməli öz xatirə yazısında İlyas müəllimin tarix yaradan şəxsiyyət belə adlandırır. Buyurun İbrahim müəllim. Xatirimdədir. Hələ uşaq yaşlarında orta məktəbdə oxudan ildə mərhum atam həmişə belə bir ifadə işlədərdi. Derdi, vəzifəni nüfuza mindirək xalq arasında, cəmiyyət arasında vəzifəni tutan insanın şəxsiyyətidir. Əgər o şəxsiyyət deyilsə, o vəzifənin də heç bir zaman cəmiyyət arasında, xalq arasında nüfuz olmaz. Sonraki zamanlarda da
dövlət işində işlədiyim anlarda müşahidə etdiyim, gördüyüm şey həqiqətən bəzən yüksək vəzifə tutmuş insanlar şəxsiyyət olmadığına görə cəmiyyət arasında, xalq arasında hörməti yoxdur. İlyas müəllim əlbəttə ki, bu baxımdan mən deyərdim ki, örnək olan bir dövlət xadimi idi. Öz şəxsiyyəti ilə tutduğu vəzifəyə layiq olduğu üçün öz şəxsiyyəti məsələ o vəzifəni hörmətini düzəltmişdir. Həmişə görüşlərim zamanı mən belə bir qardaş deyirdim ki, İlyas müəllim, prokurorluğun tarixində çoxsaylı prokurorlar olub, Respublika prokurorluğu. Amma İlyas müəllim yeganə prokurordur ki, tarixdə yaşayacaqdır, insanların qəlbində əbədi tərk olur. Həqiqətən belədir. İlyas müəllim bir şəxsiyyəti ilə və hörmət, ehtiram qazanmaqla bərabər xalq arasında eyni zamanda bilirsiniz, hər bir vəzifənin, hər bir peşənin özünün məxsus meyarları var. Yəni qoyulan tələblər var, ictimai tələblər və sosial sifarişlər var. Bunlar məsələ vəzifəni tutan şəxs gərək bunu dərk etməli, o meyarları özündə cəmləşdirməklə bərabər onun nümayiş etdirməyi bacarmalıdır. İlyas müəllim məsələ bu baxımdan həm şəxsiyyət olmaqla bərabər, eyni zamanda o peşəyə uyğun olan həm xasiyyətində, davranışında, psixologiyasında məsələ demək olar ki, o meyarlara uyğun gələn insan. Əlbəttə, İlyas müəllim dövlət qarşısında, xalq qarşısında sədaqətlə xidmət etməklə bərabər eyni zamanda məhz vətəndaşlıq mövqeyini həmişə nümayiş etdirmiş və aslını deyim ki, o öz prinsipallığı ilə, öz ədalətliyi ilə məsələ o xalqın hörmətini, sevgisini, məhəbbətini qazanmışdır. Burada məndən qabaq çıxışı da natiqlər də qeyd edədilər. O çətin ağır illərdə SSR dövründə Azərbaycanı Özbəkistan hadisəsindən necə xilas edilir. Söhbət zamanı mənə də söyləmişdi bunlar hamısı. Həqiqətən onun o prinsipalı olmasaydı, qətiyyətli olmasaydı, ümumi dövlət mənafeyini, xalq mənafeyini öz şəxsi mənafiyindən üstün tutmasaydı, məsələ yəqin ki, ikinci Özbəkistan hadisəsi də Azərbaycanı baş verə bilər. Eyni zamanda Ulu Öndərimizin o qoyduğu siyasi mirasa da və Cənab Prezidentin apardığı siyasətlə də xüsusilə dövlətçilik baxımında həmişə sədaqət nümayiş edilir. Və xüsusilə müstəqillik əldə olunduğu zaman onun əməyi, zəhməti son dərəcə böyükdür. Məhz ictimai təşkilatlar sırasında Ədalət Partiyasının yaranması onun həqiqətən müstəqillik Azərbaycanın müstəqil dövlət olması arzusunun bariz nümunəsidir. Və bu partiya onun rəhbərliyi altında son dərəcə çətin seçmə-seçkilik yol keçmiş və həmişə dövlətçiliyimizin daha da möhkəmlənməsi üçün və eyni zamanda xüsusilə Qarabağ məsələsində bir mənalı mövqeyi və 44 gün müharibədə qələbənin əldə olunmasının bu partiyanın onun özünün şəxsən böyük əməyi zəhməti olurdur. İlyas müəllim eyni zamanda böyük bir alim idi və mən xatirimdədir. Vaxtilə mən Moskvada doktorant olduğum zaman o da təhsil aldığım akademiyada doktorluq takip etmişdim. Və onun yazdığı disertasiya işi böyük maraqla dinlənmiş və aslını deyim ki, elmi rəhbəri də SSR məkanında tanınmış böyük alim idi və həmişə də çıxışlarında da, fəaliyyətində də məsələ praktikanın, elmin, nəzəriyyənin vahid vəhdət təşkil etməsi, onun tətbiq olunmasının xüsusi diqqət yetirir. Əlbəttə, belə şəxsiyyətin dünyasını dəyişməsi hamını kədərləndirir və onu sevənləri də kədərləndirir. Amma biz bir şey özümüzə təsəlli tapmalıyıq ki, İlyas müəllim tarixi şəxsiyyətdir. İnsanlar, tarixi şəxsiyyətlər tarix yaradır.
dünyasını dəyişəndən sonra da tarix başladır. İlyas müəllimi də düşünürəm ki, həmişəlik olaraq tarix yadda saxlayacaqdır. Allah'tan ona rəhmət diləyirəm, qəbri nurla olsun. Mahir Doktor Əbrəmov, tibb üzrə fəlsəfə doktoru. Demək, İlyas müəllimin burada gənclik illərindən, bəlkə də uşaqlıq özündən fərqlən bir insandır. İndi çıxışı sözü Mahir Doktor verir. Hamımız dünyada gedirik, getməliyiz də buna borcumuzdur. Amma kitab, əsər, elə bil o heykəl, dünya tarixi durduqca durur. Ona görə də bunu yetirənlərə çox öz təşəkkürümü bildirirəm ki, bu tarixi yazıblar, yetiriblər. İlyas müəllim haqqında çox danışmaq olar, çox demək olar. Siz deyilənləri mən təkrar eləmirəm, sonra deyilənlərdən də sonra söz deməkdə belə çətin gəlir. İlyas müəllimin mən uşaqlıqdan yox, amma gənc yaşlarından tanıyım. Əvvəla İlyas müəllimin o məhdliyi, həqiqətən irsi gələn bir varlıqdır. Sonra o ailədə olan mehribançılıq, mən ona görə deyərək çox uzun istəyirəm. İlyas müəllimin yoldaşı ilə, Rəşqanlı professorla, mən uzun müddət bir 30-40 il Tibb Universitetində bir yerdə işləmişim. Siz inanın ki, o deyir, xanımla bəyət torpağı bir yerdən bizim misalda götürülür. Elə bildirəm ki, ikisində də bu məhəbbət, bu ünsiyyət, elə o və olan hörmət bir yerdən götürülür. Hələ uzun müddət vaxtında heç bir tələbə o Zəki xanımın otağının qapısından namıq qayıtmayın. O cümlədən də bir dəfə İlyas müəllim gəlib, gördük ki, iki tələbə gəlib, mən də təsadüfi dekanatda, dekan istədiyimə görə o deyil. Elə hey deyildi ki, Zəki xanım, tez ol, biz gedirik. Dedi ki, dediyi anda 2 nəfər uşaq gözləyir, onlar yola salıb deyil. Bunu çox danışmaq olar. Sonra mən o ailə ilə ona görə bir də yaxın olmuşam ki, İlyas müəllimin qardaşı qızına bir 4 il dəstəmişəm. İlyas müəllimin qızına gediş gəliş oldu, bir də indi müəllimdir, hamı görüşətdə oldu, o da mənə toğustu, belə olmuş. Allah ona qənimən rəhmət eləsin. Adil müəllim də binbaşı 30 ildən çox tanıyır İlyas müəllimi. Ürək sözləri demək üçün Adil müəllimə söz. Gecə amma bu kitabda qoyulan bir ad var, mən bu cahana sığmaram. Oradan da bu çox gözəl seçim. Niyə? Çünki İlyas müəllim özünün şəxsiyyəti ilə və öz dövrü bizə yaşlı nəsili və Sovet dövrünü yaşamışıq bilirik. Onun o qədər məhdudiyyətləri, o qədər qadağaları, o qədər belə despotik, avtoritar ən yaxşı halda son illərdə çərçivələri var idi ki, onlar haqqa, ədalətə sığışmırdı və ona da bu vəzifədə olub göz yummaq olmaz. Sıravi adam bunlara göz yumub barışıb yaşaya bilər. Amma bu vəzifələrdə olub da onlarla razılaşmaq o uğurlu xəyalət. Rəsmən bunları heç vaxt elədir. Və ona görə də o çərçivələrə sığmadır. Zamanın o dövrü bütün o məhvizliklərinə, bütün haksızlıqlarına sığmayıb, sinə gələn və həmişə də öndə proqram olur. Allah qəri çox danışmaq olur. Misallar çəkmirlər, biz danışmışıq və Allah ona qəri rəhmət eləsin və Ələmdar müəllimə də bir daha can sağlığı türləndir. Çünki olanları yazıb deyib, yüksək səviyyədə deyib və bu kitab İlyas müəllimi tanıyanlar bilirlər, gələcək nəsillər olacaq ki, az tanıyacaqlar, şəxsən bilməyəcəklər, kitablarla tanış olacaqlar. Və mən bir şey deyim ki, bütün daxillik sistemi İlyas müəllimi tanıyır, bugün işləyənlər də tanıyırlar və mən əgər Respublika prokuroru olsaydım, demirəm, olmaq iddiasında deyiləm, yaşımda mən kitab verirəm, olsaydım, Azərbaycan Respublika prokurorluğunun girişində İlyas müəllimin adrəsini var, üstünü var ki, bütün prokurorlar belə olmalıdır. Gözəl söz. Bizim mütəllim qardaşımız, mütəllim rəhəmini fəlsəfə üzrə fəlsəfə doktorudur, pasiyentdir, sözü partiya adından İlyas müəllim belə deyək, siyasi varisi kimi mən təşəkkür edirəm. Ələmdar müəllimə çox sağ olun deyirəm. Həqiqətən böyük zəhmət çəkib. Bu böyük şəxsiyyət haqqında Sanballı bir kitabı ərsəyə gətirib, eyni zamanda təşkilatçılığa görə İngiz müəllimə
Təşəkkür edirəm. Təbii ki, arzu edilən olardı ki, biz bu təqdimat mərasimini daha böyük salda və daha çox insanların iştirakı ilə keçirək və inşallah gələcəkdə də bu barədə düşünərik. Çünki İlyas müəllim layiqdir, təqdim olunmağa layiqdir. Ona görə ki, cəmiyyətimizin nümunə götürəcək şəxsiyyətlərə ehtiyacı var. Və İlyas müəllimin bir sözü də vardı ki, hər bir insanın ömrü onun yaddaşlarda nə qədər qalması ilə ölçülür. Və təbii ki, Ələmdar müəllimin bu addımı İlyas müəllimi gələcək nəsillərin yaddaşına da hopdurdu. Yəni bizdən sonra biz İlyas müəllimi daşıyırıq və bizimlə bərabər yaşayır. Amma bizdən sonra da İlyas müəllim yaşayacaq. Və İlyas müəllimin yaşama səbəbi təbii ki, biri bu kitabdır, digəri isə İlyas müəllimin ayrı-ayrı sahələrdə özündən sonra qoyub getdiyi məktəbin davamçılarıdır. Bu məktəbdən biri heç şübhəsiz ki, hüquqşünaslıq məktəbidir. Və İlyas müəllim özündən sonra ona bənzəmək istəyən, onun həyat yolundan statlar, misallar gətirən hüquq sferasında işləyən insanlardır. Və bu nümunədir, Azərbaycan hüquq sistemində nümunədir və İlyas müəllimin bu cür fəaliyyəti təbii ki, müəyyən obrazlarla həmişə müqayisə olunur və bir prokuror olaraq mehman obrazı ilə də müqayisə olunur və bir tapıntı olaraq ortaya çıxırdı. Və İlyas müəllim eyni zamanda bir siyasi məktəb qoyub gedir və İlyas müəllimin təbii ki, bu siyasi məktəbinin yaşaması eyni zamanda onun yaşaması deməkdir. Biz İlyas müəllimlə 1996-cı ildə artıq Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası birləşəndə bir yerdə fəaliyyət göstərməyə başladıq. O zamana qədər Azərbaycan Demokrat Partiyasının ölkə mediasında adının çəkilməsi üçün dərdən qabıqdan gedirdik. Redaktorların qəbuluna getmək, jurnalistlərlə əlaqə yaratmaq. İlyas müəllim partiyanın sədri gəldi. Mən də mətbuat xidmətinin rəhbəriyəm. Mənə dedi ki, filan redaktoru çağır, bura filan redaktor. Mən belə heyrətdə qaldım ki, yəni biz bunları telefonla danışa bilmirik. Mən doğrudan bir risk edib bunları İlyas müəllimin qəbuluna çağırmalıyım. Şahbaz Xudoğlu'na zəng vuranda bu necə sevindi ki, İlyas müəllim bunu qəbuluna çağır. İlk İlyas müəllim haqqında böyüklük obrazı o vaxt gözümün qabağına gəldi. Yəni, belə bir şəxs var və istənilən adama zəng vurursan, İlyas müəllimin yanına dəvət edirsən və o insanlar hansı mövqeyindən asılı olmayaraq kəskin müxalifətdədir, iqtidara meyillidir və böyük məhəbbət və səmimiyyətlə İlyas müəllimin yanına gəldi. İlk böyüklüyü orada gözümün qarşısına gəldi və ikinci, İlyas müəllim bilirsiniz, Sovetlər Birliyində Azərbaycanın yetişdirdiyi iki nəhəng şəxsiyyətdən biri idi. Yəni, SSR məkanında İllər Əliyev işləmişdi və İlyas İsmailov işləmişdi. Yəni, bütün SSR-yə rəhbərlik edəcək, qərarlar qəbul edəcək bir güclü olan insan idi. Və belə bir adam Sovetlər dönəmində müstəqil Azərbaycana keçiddə özünü irəli atdı və siyasi fəaliyyətə başladı. Və o zaman Azərbaycan siyasi müstəvisində bir-birinin belə deyək, qanunu tökməyə hazır olan müxalifət partiyalar arasında belə İlyas müəllim bir barış mövqeyi yarada bildi. Hətta müxalifətin iqtidar arasında belə səmimi münasibətlərin olmasını diktə eləyirdi öz şəxsiyyəti ilə. Onun çox böyüklüyü idi. Və müxalifətdə olmağına rəğmən həmin müxalifətin yaxşı cəhətlərini, həmin pis cəhətlərini deyildi. Eyni zamanda müxalifət partiyası olmağımıza baxmayaraq hakimiyyətin bütün müsbət cəhətlərini etiraf edir. Təşəkkür edirəm. Sağ olun, sağ olun. Doğrudan da İlyas müəllimin ruhunun ailəsində burada əyləşənlər və hələ bu İlyas müəllimi tanıyıb burada iştirak edənlər bu dar çərçivədə keçirilmir bu əhvalat. Hələmiz bir regionu, bir deyək də əhatə edirik adımızla. Amma doğrudan da bu tədbir elə bir avans kimi deyib, gələcəkdə ola bilsin bu kitabın daha gözəl salonlarda təqdimatı keçirilir. Yəni bu kitab ona layiq edir. Və ən azından ki, mən qeyd eləmişəm, bu günləri Azərbaycan ali məktəblərində hüquq tələbələri, hüquq təhsil alan tələbələr var. Və inanıram ki, əgər bu İlyas müəllimin həyatına, adicə elə bu jurnalda da, bu kitabda da gözəl bir, bəlkə də yığcan bir dərs vəsaiti də ola bilər ki, prokuror necə olmalıdır? Bayaqları Adil müəllimdən təklif gəldi ki, abidəsi qoyulsun. O da olar. Amma inanırsınız bu dərs vəsaiti istifadə edir. Doğru. Niyə ətraflı yazılır? Və burada bizim
tibb üzrə fəlsəfə doktoru Yaşar Hüseynov iştirak edir. Səhv etmirəmsə Ələmdar müəllimin yaxın dostudur. Burada oturan yəqin yeganə bir adamım ki, mən prokurator işçisi, bir də doktor var. Prokurator işində sistemində işləməmişəm, işçisi deyiləm. Ona görə də onun yaradıcılığı haqqında ya başqa işləri haqqında danışmaq bu mənim yəqin ki, mənə heç yaraşmazdı. Çünki mən bunu qiymətləndirmə bilmərəm. Amma mənə həyat elə qismət edibdir ki, belə bir səadət bəxş edibdir ki, mən İlyas müəllimdən bir 5-6 dəfə ünsiyyətdə olmuşam. Deyək belə şəxsi məclislərdə və hər dəfə onunla görüşəndə bir var işlə əlaqəli, bir var onun sənətinə əlaqəli, bir də məişət, həyatı məsələlərinə söhbət zamanı onun böyük dəryaya malik olduğunu hiss eləmişəm. Bu kitabı görəndən sonra mənim yadıma belə bir şey, mən özüm bələdənin dağ adamı, bizdə deyirlər dağı onun əzəmətini dərk eləmək üçün dağı gəzmək, öyrənməklə mümkün deyil. Gərək onu uzaqdan seyirləsin. Onda bəlkə onun əzəmətin, bax, bu kitabın bəlkə də əhəmiyyətini mən belə hiss edirəm ki, bir var onun sənətinə uyğun olan, işinə uyğun olan yaxın adamların onu işlə əlaqələ tanınması, bir də ümumi kütlənin, bütün başqa millətin adamların cəmiyyəti tanınması üçün bu kitab elə bir, o cür belə dağı araladır və xırda hamıya izah edir bu şəxsiyyətin böyük əzəmətini bizə göstərmək üçün. Elə o nöqteyi nəzərində bu qardaşıma böyük minnətdarlığımı bildirirəm ki, İlyas İsmailov əzəmətini, dühasını millətə daha yaxından tanımalı. Və bir də bunu təşkil edən bütün bu kitabın əmələ gəlməsində, üzə çıxmasında iştirak edən bütün insanların hamısına böyük təşəkkürümü bildirirəm. Ələmdar müəllim, mən sizə həm rəğbətlə, etiramla, böyük hörmətlə sözü sizə verməyəcəm. Və mən sevinirəm ki, bugünkü Çingiz müəllimdən Allah razı olsun, bu belə bir tədbirdir. Mən üçün məsuliyyətli bir işdir, bunun aparıcısı mənəm. Və eyni zamanda sevinirəm ki, siz bizim rayonda 6-7 il prokuror işləyibsiniz. Və bizim bir komandamız vardı, Masallın Biləş komandası. Mən komsomol işçisi olmuşam, komsomol sapos. Deyirlər Ələmdar müəllim olmasa Biləş dağılar. Bax, belə bir ifadə var idi, o vaxtmasında. Biləş dağılar. Buyurun. Sizin dediğiniz 7 dəqiqəni aşmayacaq hesab edirəm. İlyas müəllimin 3 günün səhərsi günü qərara gəlmişim ki, kitab yazarım. Hər kəs öz gücü bilir. Birinci qardaşıma telefondan dedim. Niyə? Deyilməli çox adamlar var. Xarakter etibarı belə adamım ki, bir işə girməyə biraz çəkinirəm, girməyə. Amma girəndən sonra həyata boyu heç bir işi yarıçıq görmüşəm. Bu da çox böyük. Məsələn, əgər deseydi ki, hər şey çətin işləyir, sən çatdıra bilməzsən də, mən yəqin keçildi bunun 10% hazır görürdüm. Belə bir xarakter var. Amma tarihin qisməti. Kitabda zəhməti olanlar çoxdur. Bir həftə bundan əvvəl, baxma, belə xırda məclislər 3-4 olub. Dönən elə bir yerdeydik, köhnə prokuror içər, başda İkram Kərimov var. Siz oxudunuz, yoxsa sizə dəvət olunacaqdınız. Kitabın qeyd 8-10 nəfər qeyd elədilər. Məndən soruşdular ki, bu kitabda ən böyük çətinliyi nə olur? Dedim ki, ən böyük çətinliyi doğrudan da elədi. İlyas müəllimin mülk sözləri. 80-ə qədər mülk sözləri. Niyə? Çünki mən təzədən onun əvvəllər bütün yazılarını oxumuşam. Hamısını təzədən oxumuşam. Orada bir 120-130'unu seçmişəm. 5 gün mən açıq etiraf edirəm. Mart, ben deyirəm də, bir işə girdimsə də, Mart-April ayında bircə gecə də olsun mən yapmışam. Ben aramıza mahiyyətində düşürdü.
Gün olub 12 saat, 10 saat. Sonra tali edir. Günlərin bir günündə gördüm bir xanım zəng edir. Ki, bəs polis qeydiyəcəm. Mən artıq işə başlamışım. Ben bu məsələdən xəbərim yoxdur. Ben də gizli saxlayırdım deyə demədim o xanıma ki, mən də nəsə yazıram. Təhqiq bilənlər vardı, yoldaşlara məsələn zəng edib, sorğu eləyirdim, dedim bir məqalə hazırlayıram. Məqalə şəklində, kitab şəklində bilən bir dənə təşəkkür. Ki, bəs İlyas müəllim haqqında və mən əlimdə yazı var, dedim ki, saytlarda var, götürüyor. Ona bir 4-5 gün o sayt işləmədi, sonra xanımdan elədi. Və hardasa martın 18 yanvarında Gəncədən bunu mənə PDF göndərdilər. Baxdım, gördüm, belə. Sonra zəng elədi bir arabama. O tərcümat oldu. Deməli, mənim böyük çətinliyin birinin şəkilləri. Nə istəyirəm, xanım qızımız dərhal göndərir. Adətən bir yaradıcılıqda mənəmlik də var da, paxıllıq da var da, gəl belə deyək, mənim o yaradıcılıq, böyük yazarların yanında mən o danışmaq müsaade düzdür. Nə istəyirəm, hansı material istəyirəm göndərir və günlərin bir günündə qorxa gözüm daxildə. Dedim ki, telefonla, heç görməmişəm, eləməmişəm. Dedim ki, İradə xanım, açsa, aprelin 20-si axırları idi. Əvvəli. Əvvəli. İradə xanım, kitaba, inanın ki, həyəcanla deyirəm, qorxa. Kitaba istəyədim, doktor, sən olasan ağzından çıxdı. Dedərimdən mən böyük sevinçlə, elə bilərəm ki, öz atam haqqında yazdım. O da demişəm. Sonra biz bir komanda olduq. Müsam qardaşı, Müsam müəllimin otağında toplaşıldı. Oldu bir komanda. Bu xanım oldu, o kapitan sarğısını zorla aldı, məndən taxtı. Böyük minnətdarım, bax, bu İradə xanıma düşüyor. Müsam qardaşımıza, o oğlan, gözə adi təsirli oğlandır. İndi həyatdır. 12 saat dayadın demirəm, başqa bir işdə işləyir üzdə gecələr. Amma Allah Teala buna o qədər talant verir ki, o ruhlu vəziyyətdə gəlir, oturur o komanda. Məsələn, bu ideyanı bir edibdən mən verilmişəm. Burada mübahisələr oldu ki, ad yuxarıda olsun. İndi kim necə bəşə düşür, mən burada İlyas İsmailov, burada mən bu zamana sığmazam. Ad üstündə də mübahisələr oldu, amma mən bunu dedim, müzakirəyə girdim. Gözəldir belə. Burada olmalı, mən yaraşdırmadım özümə ki, ustadım, mən yanaşı olum, tardım etdim. Gözəl. Bu vətən sevgisiyle əlaqədar bir epizod deyim. Deməli, bu Sabirabaddan deputatdır. Gəldi Sabirabadda bir Aslan müəllimdir, dedi, o məsələyə toxundu. Yığır o ətraf rayonunda yemişdir, saatdır, Sabirabadda o hamur işlərini aparan işləndikləri, həftənin 6-cı gün olur. Deyir, mən sizi məcbur elə bilmərəm iş vaxtından artıq işləyəsiniz. Nə də 6-cı gün işləməyə də məcbur elə bilmərəm. Amma vəziyyət budur. İndi onun yazısından deyirəm. Mənə göndərirlər, hələ də göndərirlər. 135 nəfər istintaq əməliyyat qrupu göndərir Moskva. Biz onun qarşısını almaq üçün siz biraz iş vaxtınızdan artıq işləməlisiniz. Mən məcbur elədim. Sadəcə olaraq vəziyyəti deyirəm və xahiş edirəm. Yerdən deyir, birimiz dedik ki, lap bazar günündə işləyərik, dedik, yox, bazar günü icazə verirlər, hamımızın ailəsi var, uşağı var falan. Gürültülü alqışla deyib qarşıladım, bir 15-20 müstəntiqliyi, əməliyyat işçisidir və heç bir vaxt saat 10-dan tez deyir, biz işdən çıxmadıq ki, o yükü götürək. Bax, İlyas müəllim, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İsmailovlar ailəsi adından hepiniz vermez sözü. Çok sağ olun, tədbirləşdirək. Məndən ötürü çətindir danışmaq, saqqalların yanında nə var, hamısını deyirlər. Hər birinizə minnətdaram. Çingiz müəllimə minnətdaram. Çingiz müəllim öz qardaşlıq borcunu yerinə yetirdi. Əlaqədar müəllimə mən minnətdaram, bu kitaba görə çox əziyyət çəkdi. Mən bu kitab barədə biz onu deyə bilərəm ki, müəllif, mən bir şey gördüm.
müəllifin İlyas müəllimə qardaş sevgisi, qardaş hörmətini gördüm. Və əvvəl dedi, axıra kimi demədi Ələndar müəllim. Dedi, bə gedirdik, yiyişməyə, şuraya, nə oldu? Dedi, İlyas müəllim, dur canım üçün gedib yiyişməyə. Çölə çıxandıma pis səhnə yadıma, o yadıma düşdü. Abbas idi, mənim siz dediniz. Müalicədən həkim gələndə dedim ki, xanım, bu vəziyyətdir, dedi, valla, bunu bilən ürəyi hesabına durur. Ürəyi çox dözürlüdür, yoxsa şeylər dedi, siz nə danışırsınız? Bir əlimdə mənim rəngi dəyişdi, bir şoka düşmüşdü. Bir də gördüm, səhər tezdən zəng elədi, gündüz tez, Səbrimiz Bəhruz mənimlə danışmışdınız, bir Türkiyədə bir sabah tərkibi var, təcili analizlərin cavabını çatdırmış. Siz nə danışırsınız, biz otura bilmərik burada. Onu da qardaş edə bilər. Tez o analizi 3 dəfə zəng elədi, analizləri, o da bax dedi, valla artıq elə bir xəstəlik keçirib. Əlbəttə, çox sağ olun, əziyyət çəkirsin. Bizə şey deyə bilərəm, bu kitabın birini qızıma verin. Dedim, qızım, harada olsa bu kitabı özüm apar. Bu sənin nəsilindir. Sənin nəsilindir bu kitab. Çox sağ olun. Çıxışında Qəzənfər müəllim gözəlliyinə dedi ki, onun ruhu bizim başımızın üstündə bu dəqiqə dayanıb və Allah rəhmət eləsin. Çingiz müəllim, sizin zəhmətiniz böyükdür. İradə xanım, mən sizə şəxsən təşəkkür edirəm. Düzdür, mən də qələm atamıyam, amma bir oxucu kimi sizin gördüyünüz işlərə heyranam. Ələmdar müəllimə bir oxucu kimi minnətdarlıq edirəm. Çingiz müəllimə də təşəkkür edirəm ki, bax, bugünkü müəllim belə bir işi mənə həvalə elədi. Mən də haradasa elə biraz vicdan sarıdan elə bir borcunu verdim. Çünki o insan, yazıda da qeyd eləmişəm, Tanrı onu Azərbaycan üçün seçmişdir. Hamınız İlyas müəllimin haqqında öz fikirlərinizi çox dediniz. Mən ikicə, necə deyərlər, fikir verəcəm. İlyas müəllim mənim ailəmlə orta məktəbdə bir oxuyurduq, qaynımla. Bir Tovuzda adlı sanlı tuş məktəb olmuşdu. Gene var, o məktəbi qurtarır. Və işə gedən vaxtıda İlyas müəllim fəlsəfə institutunda oxuyanda indi hamımız o dövrü adamlarıyıq burada. O vaxt mərkəz komitəyə işçi aparmaq. Necə deyərlər, instruktor deyək, şöbə müdürü. İlyas müəllimi oğlu Öndər 1974-cü ildə Fəlsəfə institutundan inzibati şöbəyə təlimatçı vəzifəsinə apardı. 78-ci ilə kimi. Mənim qaynım da İlyas müəllimlə Tovuzda bir oxumuşdu. 76-cı ildə gəldi şöbə müdürü, neft qaz sənayesinin müdürü oldu. İkisi biz çalışıqlar. Bizim ailəmizin yaxınlığı belədir. Həm də rəhmətli Fəthullah ilə də bizim keçinə qaynıyıq. Həmişə İlyas müəllimin evində Fəthullah müəllimin maşını mən sürərdim, şofer idim də. İkinci mənim İlyas müəllim haqqında demək istəyirəm. Deməli, 1996-cı il belə, Qəzənfər müəllim. Mən o vaxtı Xaçmazda işləyirdim. Dəvəçi rayonunun bu qayı deyək də, onun mavini bizim Tovuzluydu, adı Arif. Bu Arifin atası da bizim Tovuzda istihsalat ticarətin ambardarı. Nə tər olursa bu D-klas plaşlar gəlmirdi Resipkaya. Onda da o rəhmətli Xaçmazdan Aslanov, Tovuzun bilgi Katılov. İlyas müəllimə zəng edir ki, bəs D-klas plaşlar gəlibdi. Göndərim, sizə də lazım deyil göndər. Arif, həmin vaxtda Arif Tovuzda ezabiyyətdə olubdu. Atası qəmətçi çağırıb deyib ki, bu korrupkanı aparırsan Respublika prokuraturasında İlyas müəllimə verirsin. Korrupkan da deyir, götürdüm ağır. Gəldim o vaxtı poezidən deyirəm, belə maşınlar zad yox idi. Kendim deyib prokuratura aşağıda növbətçiyə yaxınlaşdım ki, bunu Aslanov, Tovuzun birincisi katibi göndərib prokurora. Bunlar da xəbər verdi deyir, özü düşdü gəldi deyir. Gəldi, keçdi o dindirmə otağızadı var da. Orada bir açdı, gördü ki, bir əvəzdən 10 dənə plas koyurlar, 10 dənə. Bir geyindi, birini soyundu, birini geyindi, birini soyundu, birini geyindi. Bir axırda biri tutdu, əlini gəldi, küzüdə baxdı. Bu da bir yarlıqı belə fırlatdı, dedi. Bunun qiymətini içədi. Elə bildi ki, mən tavara verəm, ekspeditiyəm. Bəs bunun qiymətini niyə yazmıyorsunuz? Oraya dedim, İlyas müəllim, bana kim göndərib bunu prokuror? Deyən cəmaata da bu qiyməti satdırır. Bunun qiymətini mənə de yaz bura, yaz ver mənə.
Deyim, mən də deyə bilmirəm ki, İlyas müəllim, mən qayıt kişiyəm. Atam verib bunu atmaq kişiyə verəcəm. Deyir, komanda verdi ki, Tovuza zəng elə, öyrənim o ambarlardan bunun qiyməti neçədir. Onu deyib, öyrənənəcəm mənim tutaq saxladı. Oradan zəng gəldi ki, 105 rubuldur. Niklas Braşlar öz qiyməti. Reştorga gəlirdi. Reştorga satırdı bizə 250 manata, 300 manata. 9 dənəsini deyir, Gülsüm müəllim, püksdü deyir, qoydu oran, çıxartdı deyir, Qaradız kisəsindən 105 manatı verdi mənə. Dedi, get, İlahi Müdürlüğündə gəlin ki, düzəməli işləsin. Qarlıqdan qiymət çalsın. İndi bax, sual oldu, indiki prokurorlar, ya ondan sonraki prokuror, Murad Allah rəhmət eləsin, çox istik qardaş kimi deyir ona. Hası prokuror ona gələn sovqatın, 10 dənə plasın 9'unu dala qaytarar. Heç kim. Allah rəhmət eləsin, hamımızdan minnətdarımı bildirirəm. Tədbirin bədii hissəsində 20-ci əsr aşıq sənətinin ölməz nümayəndəsi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Aşıq Mikail Azaflının nəvəsi Aşıq Roman Azaflı ən sevilən seçmə saz havalarını ifa etdi. Koca kartal ne gezirsen, koca kartal ne gezirsen, dağlar boynunda, boynunda, ya boynunda, boynunda, boynunda. Bu bala gördüm anasını, bala gördüm anasını, ağlar koynunda, koynunda, ya koynunda, ya koynunda, ya koynunda. Niye geldin karardı? Niye geldin karardı? Gül üstünü karardı, 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 karardı. Şamamalar sarılıktı, şamamalar sarılıktı, ağlar boynunda, boynunda, ya boynunda, ya boynunda, ya boynunda. Oyan oyçun olun çeşdi, gedib özgə tora düşdü. Zamanlıydım ya da düştü ya da düştü ya da düştü ya da düştü. Ona öyle söz yazdım. Nesillere de öyle yazdım. Allah'ını yazdıra gelmez, Allah'ını yazdıra gelmez, düştü bülbül güle gelmez, güle gelmez, güle gelmez, güle gelmez. Keçen keçtiğin ele gelmez, keçen keçtiğin ele gelmez. Çağlar boynunda, boynunda, ya boynunda, ya boynunda, ya boynunda. Niye gittin kana kana, qəsb eylədin şirin cana.
Ben koydum yana 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 derdine